Salam. Bugün sizlərə məstər infinitiv və gerundi, yəni gerund mövzusu üzrə qızıl qaydaları təqdim edirəm. İngilis dilində iki feil bir-birinin ardınca gələrkən işlənmə yollarına baxaq. İngilis dilində iki feil arda gəldikdə ikinci feil ya tulu məstərlə və yaxud da gerund, yəni verb ing ilə işlənməlidir. Bu feillər üç qrupa ayrılıb. Birinci qrup feillər yalnız to infinitiv ilə işlənənlər, to infinitiv ilə işlənənlərə baxırıq. Bunlar gələcəyə yönlük niyyət, ümid, plan və qərarları bildirən feillərdir. Siz ekranda onları görürsünüz. Agree, ask, attempt, care, choose, decide, expect, fail, hope, learn, offer, plan, promise, refuse, seem, want, wish. Example-a baxırıq. He decided to leave early. She promised to help us. Göründüyü kimi bunlar özündən sonra to'lu məstər tələb edirlər. Gəlin ikinci qrupa baxaq. İkinci qrup feillər yalnız gerund, yəni ing-li feil tələb edirlər. Bu feillər adətən icra edilən, tamamlanmamış, təcrübə edilən və ya dayandırılan hərəkətləri bildirir. Siz onları görürsünüz. Admit, avoid, can't help. Fikir verin, help özündən sonra to'lu məstər tələb edirdi, amma can't help özündən sonra ing, yəni gerund tələb edir. Consider, deny, enjoy, finish, give up, imagine, involve, keep on, mind, miss, postpone, practice, put off, resist, risk, stand, suggest feilləri. Bunlar tərkibi ifadələrlə gəlin işlənən feillərə baxaq. Be used to, get used to, be accustomed to. Bunlarda to sözünün olduğu üçün özündən sonra gerund gəlir. Nümunəyə baxırıq. I enjoy reading books. She gave up smoking. I am used to waking up early. İncə məqamlara fikir verək. Advise, allow, permit, recommend feilləri. Özündən sonra şəxs, obyekt gəlməzsə, bunlar gerund, yəni özündən sonra ing-li bir şey seçirik. Example, they don't allow parking here. B. Özündən sonra şəxs, obyekt gələrsə, bu zaman to'lu məstər seçirik. Example, they don't allow us to park there. Üçüncü qrup feillərə baxaq. Həm məstər, həm də gerundla işlənənlər. Məna dəyişməyən feillər. Aşağıdakı feillər həm to'lu, həm də ing ilə işlənə bilərlər. Əgər məna dəyişmirsə, bunlar aşağıdakılardır. Begin, continue, hate, like, love, prefer, propose, startdır. Example, I started to rain. Göründüyü kimi to'lu məstərlə də işlənir. It started raining. Hər ikisi doğru variantdır. Məna dəyişən feillər. Gerund bildiyimiz kimi məntiqlə keçmiş, məstər isə gələcək yönümlüdürlər, məqsəd bildirirlər. Remember, forget, regret. Bu kimi feillər özündən sonra ing, yəni gerund, keçmişdə olmuş hərəkəti xatırlatmaq, unutmaq, peşman olmaq üçün işlədilən feillərdir. Example, I remember locking the door. Qapını bağladığımı xatırlayıram. Özündən sonra to'lu məstər tələb edənlər. Bunlar da bildiyimiz kimi gələcək yönümlüdürlər. Gələcəkdə edilməli olan hərəkətləri xatırlamaq, unutmaq, təəssüf etmək üçün işlədilən feillərdir. Example, remember the lock the door. Qapını bağlamağı unutma. Stop feilinə baxaq. Stop feili özündən sonra gerund ing tələb edə bilir. Bu zaman bu vərdişi, hərəkəti, hər hansı bir vərdiş və hərəkəti tamamilə və ya müvəqqəti dayandırmaq üçün istifadə edilir. He stopped smoking. Siqaret çəkməyi tərk etdi. Deməli, əvvəldən çəkirdi, artıq onu tərk edib. B. To'lu məstərlə işlənə bilər. Başqa bir işi etmək üçün mövcud işi dayandırmaq. He stopped to smoke. Siqaret çəkmək üçün dayandı. Yəni, siqaret çəkir. Sadəcə indinin dayanmağının məqsədi odur ki, fasilə verir. Try feilinə baxırıq. ing ilə işlənir, yəni gerundla işlənir. Bu zaman sınamaq, təcrübədən keçirmək, yəni görək nə olur mənasında. Try taking an aspirin. Aspirin içməyi sına. B. Özündən sonra try'ın to'lu məstərlə işlənmə yerinə baxaq. Çətin bir işi görməyə cəhd etmək, çabalamaq mənasında. I tried to open the door. Qapını açmağa çalışdım. Gəlin need feilinə baxaq. Need feili to'lu məstərlə işlənir. Bu məlum, yəni aktiv voice-da belə olur. I need to wash the car. Maşını yumalıyam. Burada bir modal mənasında da işlənsə, bildiyimiz kimi modal kimi mən need haqqında məlumat vermişəm. To'lu məstərlə işlənmir. To'lu işlənərsə bu zaman əsas feil kimi işlənir. To'suz olduqda modal olurdu. B variantına baxaq. Need-dən sonra ing-nin işlənməsi, yəni məchul tərkibli, yəni passiv tərkibli cümlələrdə. The car needs washing. Maşını yumağa ehtiyac var.
Video materialı dayandırıb bir də başdan axıra kimi izləyin. Nə kimi suallarınız olsa yorumlarda yaza bilərsiniz və yollaya da bilərsiniz. Video maraqlı oldusa, faydalandısa bəyənib paylaşmağı unutmayın ki, digərləri də bu videodan, məlumatlardan faydalansınlar. Diqqətinizə görə sağ olun.